qardaşlar, hamınızı xoş gördük, xoş gəlmisiniz. İlk növbədə xanımlarımıza təşəkkür edirik ki, bugünkü məclisimiz elə onların təşəbbüsü ilə toplanıb və elimizin, obamızın, Seyid olan Mürsəyin ağamızın elə həyatında dedik bu tədbirimizi keçirək. Həm elə Mürsəyin ağamızın ruhunu şad eləyək, onu xatırlayaq, yad eləyək və bundan sonra da inşallah elə bu ocaqdan başlayan tədbirlərimiz xanımlarımızın təşəbbüsü ilə uğurlu olar. Gün o gün olsun ki, öz yerimizdə, elimizdə, obamızda və belə tədbirlər keçirib orada qarşılayaq. Gələn qonaqlara da minnətdarlıq edirik bu başdan. Bu Tatar Qaraqoyunlu Qiyaslı icmasının açıq yığıncağıdır. Yığıncağın gündəliyini nəzərinizə çatdıraq. Tatar Qaraqoyunlu Qiyaslı İcması Qadınlar Şurasının yaradılması haqqında. Bu qadınlarımızın neçə vaxtdır etdiyi müraciət əsasında icmanın Gənclər Şurası keçən il yaranmışdır, bu ildə Qadınlar Şurası yaradılır. İkinci təşkilatı məsələdir, orada təşkilatı məsələdə bir neçə təşkilatı işlərə baxılacaq. Üçüncü cari məsələlər. Cari məsələlərdə də kəndimiz haqqında, ora getmək, nə işlər görəcək və müəyyən edilən təkliflər olarsa, o yöndə müzakirələrimiz davam edəcək. İndi isə ilk növbədə Qadınlar Şurasının yaradılması haqqında dediyimiz kimi təşəbbüslər göstərilib, qadınlarımız, xanımlarımız müraciət ediblər. Çox böyük sevindirici bir haldır ki, belə bir təşəbbüslə, müraciətlə onlar belə müraciət ediblər icmaya. Biz də onların müraciət əsasında qeyd etdiyimiz kimi tədbirimizi elimizin, obamızın, Seyidi olan Mürsəyin ağamızın elə bu ocağından başlamaq istəyirik ki, onun da ruhu, cəlsi bizim yardımcımız olsun. İndi isə diqqətinizə çatdırmaq istəyirik ki, yığıncağımızdan Qubadlı rayon icra hakimiyyəti başçısının Tatar Qaraqoyunlu Qiyaslı kəndləri üzrə nümayəndəsi Tamilla xanım iştirak edir və onun başqa bir tədbirdə də iştirakı gözlənildiyindən xahiş edib bir iki kəlmə öz fikrini desin və ona belə üzrlü sayaq o növbəti tədbirə geçsin. Salamlayıram. Bu işdə hər kəsə sağlam can, gözəl ömür arzulayıram. Əziz xanımlarımız, bu bizim demək olar ki, yığışdığımız ilk tədbirimizdir. Burada bizim xanımlarımız həqiqətən uzun bir zamanda Ətrabə xanım, el qızları deyə bir qrup yaradıb. Bu onunla bağlıdır ki, bizim elimizin, obamızın xanımları bir yerə cəmlənsinlər. Fərqi yoxdur, bizim qeydiyyatda var, qeydiyyatda yoxdur. Bizim üçün hər biriniz əzizsiniz. Bizim icma yaranandan artıq 2022-ci ildə yaranıb. Bu demək olar ki, icra hakimiyyətindən, xüsusi nümayəndəliyi ilə bir yerdə işləyirik. Bizim nümayəndəliyimizlə bir yerdə. Mən təşəkkür edirəm onun icmanın təşkilat komitəsinin hər bir kəsə, onun üzvü olan hər bir kəsə, bütün tədbirlərdə iştirak edən hər kəsə təşəkkürümü bildirirəm. Bugün bizim Qadınlar Şurasının yaradılması nəzərdə tutulub. Əziz xanımlar, bizim deməli gənclər təşkilatı yaranmışdır. Onun çox belə deyim, savadlı, çox gözəl, onun gənclər təşkilatının sədri var, onun müavini var. İndi də biz istəyirik ki, orada daha bir müavin demək olar ki, o seçiləcək. O bizim namizədlərimiz var, bir də bizim Qadınlar Şurasının sədrini seçməliyik. Burada məncə xanımlar hər biri mənlə razılaşar ki, bu Qadınlar Şurasına bizim təşkilat komitəsinin üzvlərindən olan Rəfay müəllimin özünün də bir namizədi var. Biz arzulayırıq ki, həmin namizədi Rəfay müəllim açıqlayaq ki, biz bunu kimi istəyirik? Bu həm xanımlarımızın, həm də bizim istəyimizdir. Biz istəyirik ki, əziz, bizim dəyərli Seyidimizin evladı olan Ətrabə xanıma, bizim bu birliyimizin sədri seçək. Məncə buna hər birimiz razı olarıq. Sonra bu xanımların birliyinin köməkçisi də lazımdır. Onu da Ətrabə xanım özü məncə dəstəkləyər, özü bizim bir məsləhət oldu ki, onun daha yaxınında olan xanımlardan biri olsun. Bir də bizim gənclər təşkilatına, gənclər komitəsinə bir belə deyək, müavin. Onu da biz Aytən xanıma, mən belə deyək də, hamımızdan bir yerdə düşündük ki, gənc qadındır, belə deyək, çox ailə olaraq da həm bizim şəhid ailələrindən bir nümayəndəsidir. Biz arzulayırıq ki, gənclərimiz də belə deyək,
xanımlarımız da, ağsaqqallarımız da, ağbircəklərimiz də hər zaman bir yerdə olar. Bu bir dövlət, belə deyək, qurumu deyil. Bu bir dövlət vəzifəsi deyil. Bu içdən gələn, arzulanan, belə deyək də, ruhdan gələn bir şeydir. Mən bir şey deyim, Allah birimin ruhunu şad eləsin. Uzun zaman torpaqlarımız işğaldan azad olunanda bizim yanımıza gəlmişdi. Ruhu qarşısında baş əyirəm. Biz bu günləri biraz tələsdik. Mən istəyərəm ki, belə deyək də, yəni bu tədbir biraz, biz şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Elimizdən, obamızdan gəlsənizlə biz Əxlabə xanımı dəvət edək. Onların çıxışlarını, xanımların çıxışlarını dinləyək. Əziz xanımlar, yəqin ki, hər biriniz razısınız bizim bu Xanımlar Birliyinin sədri olan Əxlabətdə, belə deyək də, yəni Xanımlar Birliyinin sədrin Əxlabə xanım olsun. Yəqin ki, bu hər birinizin istəyidir. Bizdə mavin olaraq da xanım Ramilə xanımı, demək olar ki, Əxlabə xanımın həm gəlinidir, həm də daimə yanında olur, köməkçisidir. Daha bir neçə xanım bizə, bir-iki xanım da lazım olacaq. Əgər belə deyək də, kömək eləmək istəyən, bu yenə deyirəm, bir vəzifə deyil, bu sadəcə olaraq içdən gələn bir birlikdir. İçimizdən gələn bir yerdə olmaqdır. Əxlabə xanım yəni bunu istəyərək eləyir. Gəlini də çox gəncdir, bizə yəni gəlin gəlib, yəni o da Əxlabə xanıma kömək eləyəcək. Əxlabə xanım, biz sizə uğurlar arzulayırıq. Arzulayırıq ki, inşallah ki, birliyimiz daim olsun. Bizim icmanın həqiqətən çox böyük işləri var. Onlar Rəfai müəllim başda olmaqla bütün icmanın təşkilat komitəsinin üzvləri hər zaman həqiqətən. Yəni bizim qəbirdaşlarının hazırlanmasında da, onların aparılmasında da, bizim Qubadlı rayon icra hakimiyyətinin başçısı, hörmətli cənab başçımız Malik Hüsabov həqiqətən deməli hər zaman bizə belə deyirlər, dəstək olur ki, biz yurt yuvamıza rahat gedib gələ bilək. Portaldan keçirilmədir, Qəbula gələn sakinlərimizdir. Yəni mən həqiqətən sizin hər birinizə təşəkkür edirəm. Burada olan hər kəsə, olmayan, işi ilə bağlı gəlməyən, belə deyək, mən sizə uğurlar arzulayıram. Arzu edirəm ki, bu gördüyümüz başladığımız, Miri ocağından başladığımız bu işdən uğurlu, xeyirli olsun. Əslində biz 2022-ci ildən başlamışıq bu işlərə. Yəni tək icmamız yaranıb, çox böyük də hörməti var. İnşallah ki, bizim bundan sonra da birliyimiz daim olar. Uğurlar arzulayırıq sizə. Namizədlə razısınızmı? Əxlabə xanım. Əxlabə müəllimə qrup yaradıb, Tanrı xanım dediyi kimi neçə vaxtı fəaliyyət göstərir. Yəqin ki, o qrup haqqında özü məlumat verəcək. İnşallah, indi birdən də biz kəndlər üzrə, yəni mavinlər seçilir, ümumi sayılacaq mavinlər, amma konkret necə deyirlər, bir iş görmək üçün biz onu kəndlər üzrə mavinlərlə hesab edəcəyik ki, Tatar, Qaraqoyunlu, Qiyaslı kəndlər üzrə təklif olarsa, hər kənddən orada olanlardan, ora aid, yəni qeydiyyatda olan və əslən oradan olan hər kənddən bir mavin ki, biraz o necə deyirlər, bir o demokratik şey gözləyək, normativləri. Ona görə də etiraz yoxdursa, Əxlabə xanımı təbrik edək, özdə bir məlumat versin, çıxış eləsin. Buyurun Əxlabə xanım. Bugün burada toplaşmağımızın səbəbi olduqca əlamətlər və böyük vericidir. Qubadlı rayonunun Tatar Qaraqoyunlu Qiyaslı kənd icmasının fəal təşəbbüskar və ziyalı qadınların bir araya gələrək Qadınlar Şurasının təsis etməsi yüksək ictimai əhəmiyyəti daşıyan mühüm bir hadisədir. Azərbaycan qadını tarix boyu öz yüksək mənəvi keyfiyyətləri, sarsılmaz vətənpərvərliyi, zəhmətkeşliyi və müdrikliyi ilə xanımlarımızın tərəqqisində müstəqillikdə rolları fəal rol oynamışdır. Qadınlarımızın ailə dəyərlərini qoruması, milli mənəvi irsimizin yaşadılması və gələcək nəsillərin sağlam, savadlı və vətənə bağlılıqda yetişdirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmişdir. Bugün təsis olunan Qadınlar Şurası, qadınların ictimai fəallığının artması, onların təşəbbüslərinin dəstəklənməsi və kənd icmamızın sosial-mədəni həyatında daha fəal iştirakçının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda bu qurum qadınlar arasında həmrəyliyin möhkəmləndirilməsi, qarşılıqlı dəstək və etibar mühitinin formalaşdırılması, mövcud problemlərin digər müzakirə edilməsi, səmərəli həlli yollarının tapılmasına xidmət edəcək. Əminliklə deyə bilərik ki,
Tatar Qaraqoyunlu və Yaslı kəndlərinin qadınlarının yaratdığı bu şura gələcək fəaliyyətində mühüm təşəbbüslərlə çıxış edəcək, qadınların hüquq və maraqlarının qorunmasına, ailə institutunun möhkəmləndirilməsinə və cəmiyyətimizin davamlı inkişafına yönəlmiş faydalı layihələrə həyata keçirilməsində əhəmiyyətli rol oynayacaq. Və biz neçə müddət ərzində kənd icmasının gördüyü işləri izləmişik, onların fəaliyyətlərinə dəstək olmuşuq. Bundan sonra da bu təşəbbüsün gerçəkləşməsində əməyi olan bütün xanımlara dərin minnətdarlığını bildirir. Yeni yaradılmış Qadınlar Şurasının fəaliyyətində uğurlar, möhkəm birlik, yüksək nailiyyətlər və davamlılıq inkişafını arzulayırıq. Bunun üçün də sizin dəstəyinizə ehtiyacımız var, əziz xanımlar. Yəni onu deyə bilərəm ki, hər işdə mən sizə güvənirəm. Çox səmimi, bizim kəndin bilirsiniz, əhalisi cəmaatı çox səmimi insanlardılar və buna güvənərəkdən mən bu yola çıxmışam. Onsuz da bu xanımların gördüyü işlər göz qabağındadır. Pamela xanımın icra nümayəndəsi olaraq İctimai Birliyin gördüyü işlər, Gənclər Şurasının gördüyü işlər göz qabağındadır və biz xanımlar da onlara bu işlərdə dəstək olmağımızı ümid edirəm ki, sizdən köməyinizi əsirgəməyəcəksiniz. Çox sağ olun diqqətinizə görə. Salam, əziz kənd cəmaatı, babalar, nənələr, gənclər. Mən bugün burada Azərbaycan xalqının qüruru, görkəmli alim, qayıqkeşana və yüksək mənəviyyət sahibi olan Zərifə Əliyeva haqqında da danışmaq istəyirəm. Burada belə insanlar xalqın yaddaşında təkcə gördüyü işlərlə deyil, həm də insanlığı, mərhəməti və ailəyə bağlılığı ilə yaşayırlar. Zərifə xanım 1923-cü ildə Naxçıvanda dünyaya göz açmışdı. O savadlı və ziyalı ailədə böyümüş, kiçik yaşlarından elmə və insanlara kömək etməyə maraq göstərmişdir. O dövrdə qadınların elm sahəsində yüksəlməsi asan deyildi. Amma Zərifə xanım öz zəhməti, iradəsi və əzmkarlığı ilə bütün çətinlikləri aşaraq Azərbaycanın ən hörmətli alimlərindən biri olmuşdur. O həkim peşəsi seçərək ömrünü insanların sağlamlığına həsr edib, xüsusilə göz xəstəlikləri sahəsində apardığı elmi araşdırmalar ona böyük şöhrət qazandırdı. Kimya və sənaye sahəsində çalışan insanların gözlərində yaranan problemləri araşdıraraq, onların müalicəsi üçün yeni üsullar hazırlardı. Minlərlə insan onun sayəsində yenidən sağlamlığına qovuşdu. Amma insan böyük edən yalnız onun vəzifəsi ya da elmi olmur. Zərifə xanım xalqın qəlbində yaşadan onun sadəliyi, insanlara sevgisi və qayğıkeşliyidir. O xəstələrinə sadəcə pasiyent kimi baxmırdı. Hər bir insanın dərdinə şərik olub, onların ümid və təsəlli verirdi. Elə buna görə də insanlar ona bu gün də sevgi və hörmətlə xatırlayırlar. Əziz elimizin, obamızın gözəl insanları. Azərbaycan xalqının tarix boyu ailənin dayağı olub qadın. Ana ailəyə tərbiyə, mərhəmət və birlik gətirən müqəddəs varlıqdır. Zərifə xanım da həm nümunəvi ana, həm də vətəninə xidmət edən ziyalı qadın idi. Ölkəmizin inkişafı, güclənməsi və dünya dövlətləri arasında nüfuz qazanması üçün böyük işlər görür. Onun rəhbərliyi dövründə Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi cəhətdən daha güclənmişdir. Ən böyük tarixi hadisələrdən biri isə 2020-ci ildə baş vermiş 2-ci Qarabağ müharibəsi oldu. Uzun illər işğal altında qalan torpaqlarımızı Azərbaycan ordusunun qəhrəmanlığı və Ali Baş Komanda İlham Əliyevin rəhbərliyi ilə azad edildi. Bu qələbə xalqımızın tarixində qızıl hərflərlə yazıldı. Şuşa şəhərinin azad edilməsi bütün xalqımıza böyük sevinç yaşatdı. Şuşa bizim mədəniyyətimizin və tariximizin simvoludur. Bununla yanaşı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın və digər torpaqlarımızın yenidən doğma bayrağımıza qovuşdu. Bu qələbə asan əldə olunmadı. Vətən uğrunda canından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Azərbaycan anaları qəhrəman övladlar yetişdirdi. Bugün biz həmin anaların qarşısında baş əyirik. Çünki vətən sevgisini ilk dəfə övladına ana öyrədir. Biz qadınlar ailəmizin, cəmiyyətimizin və gələcəyimizin təməliyik. Uşaqlarımızı vətənpərvər, savadlı
və tərbiyəli böyütmək bizim ən böyük borcumuzdur. Zərifə Əliyeva kimi qadınlar bizə göstərir ki, qadın həm ailəsinə bağlı, həm savadlı, həm də xalqına faydalı ola bilər. Bugün Azərbaycanın inkişafına qadınların böyük rolu var. Həkim, müəllim, mühəndis, alim və digər sahələrdə çalışan qadınlarımız ölkəmizin gələcəyinə töhfə verirlər. Gənc qızlarımız Zərifə xanım kimi mərhəmətli, savadlı və güclü qadınlardan nümunə götürülməlidir. Sonda demək istəyirəm ki, belə böyük şəxsiyyətlər xalqın yaddaşında əbədi yaşayır. Zərifə Əliyevanın həyatı bizi elmə bağlı olmağı, insanlara sevgi və yanaşmağı, ailəyə və vətənə sadiq olmağı öyrədir. Biz ən sonda şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı, elimizə, obamıza, vətənimizə daha da möhkəmləyən, dövlətimizin güclü olmasını arzulayırım. Allah hamısına can sağlığı versin. Diqqətinizə görə təşəkkür ederim. Salamlayıram, hər birinizi xoş gördük. Mən hər zaman bu cür tədbirlərə Tatar Qaraqoyunlu Qiyaslı kənd icmasının bu cür tədbirlərinə qatılmışam. Hər zaman kişilərimizin çoxluq təşkil etdiyini görmüşəm. Bu dəfə isə qadınlarımızın çoxluğunu gördüm. Bu mənə qürur verir həqiqətən. Bizim qadınlarımız hər zaman öndə olmalıdırlar. Tarix boyu qadınlarımız deyərdim, həm ana, həm müəllim, həm mədəniyyət sahəsində özlərini hər zaman göstərmişdirlər. Kəndimizin dövründən də qadınlarımız yalnız ailə işləri ilə məşğul olmamışdılar. Kənd təsərrüfatında, mədəniyyətdə, əkinçilikdə, maldarlıqda, heyvandarlıqda özlərini göstərmişdirlər. Bu işlərlə yekunlaşmamışdılar. Dövrümüz müasirləşməyə doğru getdikdə isə artıq bizim xanımlarımız deyərdim, təhsildə, tibbdə, mədəniyyətdə özlərini göstərdilər. Dövrümüz Avropalaşdıqda isə artıq bizim xanımlarımız siyasət, mədəniyyət, incəsənət, bu tip sahələrdə də özlərini tam şəkildə göstərdilər. Qadınlarımızın, bunlar da göstərir ki, bizim qadınlarımız yalnız ailə işləri ilə məhdudlaşmamalıdırlar. Özlərini hər zaman hər bir sahədə göstərməlidirlər. Mənim səsimə yəqin ki, bütün xanımlar səs verər. Ona görə də qadınlarımızın səsinə səs verməliyik, qadınlarımızın gücünə güc qatmalıyıq. Biz qadınlar olaraq hər birimiz bir-birimizi dəstəkləməliyik bu sahələrdə ki, və qadınlarımız bütün qadınların, xanımların adından hər kəsə nümunəvi olmalıdırlar. Ona görə də bu şuranı, Ətrabə müəlliməni həm hörmətim var, həm çox istəyirəm. Bir xanım olaraq, bir ana olaraq, bir qadın olaraq dəstəkləyirəm. Çox var olsun. Hər bir hərəkətinin, hər bir sözünün, hər bir belə deyərəm də, hər bir cümləsinin, sözünün arxasındayıq. Biz ona dəstəyik. O bizə dəstək olduğu üçün biz də ona hər zaman bir qadın, bir xanım olaraq dəstəyik. Diqqətiniz üçün təşəkkürlər. Nə deyə bilərəm artıq sizə? Elimizin çox dəyərli insanları, hörmətli qonaqlar və əziz həmyaşıdlarım. Əvvəla hər birinizi salamlayıram və bu gün də bizləri tək qoymadığımız üçün hər birinizə dərin təşəkkürümü bildirirəm. Və bu gün də dərin bir mövzu haqqında danışmaq istəyirəm. Yəni hər birimizi düşündürən bir mövzu gənclər haqqında, gənclərin vətənə gələcək tövbələri haqqında. Hər bir xalqın taleyi, inkişafı və gələcəyi məhz onun gənclərinin əlindədir. Gənclər yalnız sabahın deyil, həm də bu günün aparıcı qüvvəsidir. Yeni ideyaların, innovasiyaların və dəyişikliklərin əsas daşıyıcılarıdır. Vətənə tövbə yalnız böyük işlər görməklə məhdudlaşmır. Hər bir gənc öz sahəsində peşəkar olmaqla, dürüst və məsuliyyətli vətəndaş kimi fəaliyyət göstərməklə də ölkəsinə xidmət edə bilər. Gənclər cəmiyyətin ən dinamik və yenilikçi qüvvəsidir və gələcəyin qurucuları hesab olunur. Mən də bir gənc olaraq inanıram ki, öz biliyim, zəhmətim və vətənə olan sevgimlə ölkəmin inkişafına öz töhfəmi verəcəyəm. Gələcəkdə hansı sahədə çalışmağımdan asılı olmayaraq, əsas məqsədim vətən üçün faydalı, məsuliyyətli və layiqli vətəndaş olmaqdır. Çünki güclü gələcək məhz bu gün öz üzərində çalışan gənclərin sayəsindədir. Mən də
bir müavin olaraq seçdiyiniz üçün, ümumən icma başçısı olaraq Qarabağ müəllim sizə əmək keçən hər bir kəsə dərin sonsuz təşəkkürümü bildirirəm. Var olun ki, hər zaman bizləri, ən öncə şəhid ailələrini, qazi ailələrini diqqətdə saxlamısınız və bugün də bir daha ayrıca təşəkkür edirəm. Minnətdarım. Əziz evlilərim, yurdum, yuvam, doğmalarım. Burada bugün çıxış eləmək mənim üçün bir fəxrdir, bir fəxarətdir. Düzdür, mən Sumqayıt şəhər qeydiyyatında olsam da məcbur köçkün ailəsiyəm. Tatardan, qiyasıdan aralansam da, amma ürəyim, qəlbim hər zaman Tatarın qiyasının yanındadır. Və hər zaman təşəkkür edirəm başda Tamilə xanım, Rəfai müəllim, Əqraba müəllimə bu tədbirləri təşkil edirsiniz, biz bir-birimizi görürük, bir-birimizi tanıyırıq. Və hər zaman çalışacağım ki, əlimdən gələni əsirgəməyəcəm ki, bu kəndin birliyi, bu kəndin, necə deyərlər, bərpası, mən öz yurduma, öz ovama, öz elimə getmək istəyirəm. Mənim babalarımın qəbri o kənddədir, o kəndlərdədir. Mən istəyirəm ki, bizim kəndimiz bərpa olunsun, biz öz kəndimizdə olaq və hər zaman da bu təşkilatçılıqda, bu tədbirlərdə nə lazımdırsa əlimdən gələni əsirgəməyəcəm. Hər bir işdə sizə dəstək olacağım. Hər zaman kəndimizə qayıtmaq və oranın abadlaşmasında hər birimizin dəstəyi vacibdir, lazımdır və bunun da, necə deyərlər, hər zaman dəstəyə mən də hazıram. Təşəkkür edirəm hər birinizə. Bu qədər əzizdir, o muzarını alırım, evinə qədər ev sayılır burayla. Qədəm qoyub burada bu icmanı keçirdiyi üçün Mirin ailəsi, balaları adından hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Əllərinizdən öpürəm. Çox sağ olun, çox var olun. Allah sizə həmişə əziz eləsin. Onun cəddi Cənab-ı Peyğəmbər hamımıza kömək olsun, hamıya kömək olsun. Allah Teala bundan da geniş, bundan da yaxşı işlər sahib olasınız, vəzifə sahib olasınız. Sağ olun, hamınıza təşəkkür edirəm. Yaradılması təsdiq olundu. Yəni Şuranın sədri Əfqaba xanım, Mavin Cənabı xanım, eləcə də Gənclər Şurasının sədri Vahid bəy buradadır. Dediyi namizəd, eləcə də xanımların göstərdiyi namizəd olaraq Aytan xanım təsdiq olundu. Yəni ikisi də təsdiq elədi. Tatar kəndi üzrə, qiyaslı kəndi üzrə mavinlər var Gənclər Şurasında. Qalır Qaraqvanı kəndi üzrə. İndi gələcəkdə Allah qoysa o yer boşdur. Namizəd olacaqsa, biz həmin namizədləri müzakirə edib təsdiq edəcəyik. İndi burada bir neçə ərlələr müraciət ediblər, Tatar Qaraqvanı qiyaslı icmasına üzv olmaq üçün. İndi onları da diqqətinizdə çatdırarıq, təşkilatlı məsələ olduğundan bu yığın zamını çəkilişsiz eləyəcək ki, bu təşkilatlı məsələləri burada müzakirə edəcək.